Ümumiyyətlə nevroz elə bir xəstəlikdir ki, nevroz zamanı insan bədəninin zəif olan nöqtələri daha da kəskinləşir. Əgər bizdə yüngülvari mədədə eroziya varsa və bizim həyatımız belə deyərdim ki, qalmaqallıdırsa, əsəbidirsə, belə deyərdim, hər gün qana qaralıq varsa, o yavaş-yavaş eroziya dərinləşəcək və yarıya çevriləcək. Və bir müddətdən sonra yara deşiləcək, qanaxma verəcək. Çünki dediyim kimi, əsəb gərginliyi həmişə zəif nöqtələri daha da çox qıcıqlandırır və onu sıradan çıxardır. Deməli, bizim sual verən xəstəmizin mədəsində zəiflik var və əsəbi bir həyat tərzi də mədəni daha da dərinləşdirir, ağrılarını kəskinləşdirir. Deməli, biz mədənin müalicəsi ilə paralel həm də əsəb müalicəsini də aparmalıyıq. Məsələn, mədə üçün bizim bir sıra bitkilərimiz var. Biz bunu daimi demişik, dəfələrlə demişik. Yenə də deyirəm. 2 ədəd qastrason yağı alırsınız. Gündə işdə və yeməkdən 1 saat əvvəl bundan 1 çay qaşığı içirsiniz. 200 qram çoban yastığı, 200 qram gecəvər, 200 qram gülünbahar alırsınız. 3 stəkan su arasında bir xörək qaşığı qarışdırıb dəmləyirsiniz. Və bundan da qastrason yağını içəndən 10 dəqiqə sonra bu dəmləməni içirsiniz. Bir stəkan, birini səhər, birini gündə, birini axşam olmaq şərti ilə və təxminən bir 500-600 qram dazotu bitkisi alırsınız. O dəmləməni içəndən bir 10 dəqiqədə sonra bir xörək qaşığı dazotunu bir stəkan suda dəmləyirsiniz. 15-20 dəqiqə dəmləyirsiniz və yaxud da 5 dəqiqə qaynadıb bir orada süzüb onu içirsiniz.